Salam, mən uzman ginekoloq Səidə Səmədli. Bugün uşaqlıq boyunun xərçəngünü xəstəlikləri barədə qısa məlumat vermək istəyirəm. Uşaqlıq boyunun xərçəngünü xəstəlikləri adından görüldüyü kimi xərçəngə çevrilmə potensialı olan xəstəliklərdir. Bunun diaqnozunu biz necə qoyuruq, necə təsbit edirik? Əslində bu yola normal ginekoloji müayinə masasından başlanılır. Normal ginekoloji müayinə sırasında pap smear testi və insan papilloma viruslarının genotiplərinin təyini testi ilə başlayırıq. Bunlar çox sadə testlərdir. 2-3 dəqiqəlik bir prosedurdur. Bunları biz analizə göndəririk. Daha sonra analizin nəticəsini incələyirik. Analizin nəticəsində əgər insan papilloma viruslarının tiplərinin yüksək dərəcəli tipləri çıxarsa, yüksək riskli tipləri çıxarsa və yaxud da pap smear nəticəsində xərçəngönü dəyişiklikləri düşündürəcək əlamətlər çıxarsa, bu zaman daha irəli testlər edirik. Yəni daha diaqnoz testlərinə gedirik. Çünki pap smear və HPV testləri skrininq testlərinə daxil edilmişdir. Diaqnoz testləri nədir? Kolposkopik müayinə edirik. Kolposkopik müayinə sırasında əgər yenə də biz bir xərçəngönü mərhələ düşündürəcəyimiz, yəni xərçəngönü dəyişiklik düşünə biləcək bir lezyon görəriksə orada, o nahiyədən biopsiya alırıq. Bu biopsiyanı histopatoloji müayinəyə göndəririk. Histopatoloji müayinənin nəticəsində isə xərçəngönü proses varmı, yoxmu o çıxır. Bir də xərçəngönü prosesin özü də mərhələlərindəndir. Yüksək dərəcəlimi, yoxsa aşağı dərəcəli xərçəngönü prosesimi o məlum olmuş olur. Xərçəngönü prosesləri adətən biz aldığımız nəticədə servikal intraepitelial neoplazi 1, 2, 3 tipində cavablar ala bilirik. Bunlar nədir? Mərhələlərini göstərir. Servikal intraepitelial neoplazi 1 daha yüngül dərəcəli dəyişikliyi göstərir. CIN 2, intraepitelial neoplazi 2 orta dərəcəli dəyişikliyi göstərir. 3-də isə artıq yüksək dərəcəli dəyişiklikdir ki, bunun bir üstü uşaqlıq boyunun xərçəngi olmuş olur. Burada xəstəliklərə yanaşmamız da fərqli olur. Birinci mərhələdə olan yanaşmamız, birinci mərhələnin xərçəngə çevrilmə potensialı çox aşağıdır. Yəni 1% qədərdir. Amma öz-özünə sağalma ehtimalı daha yüksək olur. Məsələn, 60%-ə qədər sağalma ehtimalı var. Yəni proses geri gedə bilər. Adətən C1 mərhələsində normal təqib edirik. Heç əməliyyat göstərişi də olmur. Amma C3 mərhələsində isə xərçəngə çevrilmə potensialı daha yüksəkdir. Sağalma ehtimalı isə nisbətən digər tiplər, digər dərəcə mərhələlərinə görə daha yüksək olur. Yəni daha aşağı olmuş olur. CIN1, CIN3-ün xərçəngə çevrilmə ehtimalı 12%-dir. Öz-özünə geri getmə ehtimalı isə 30%-ə qədərdir. Ona görə CIN3 mərhələsində isə artıq əməliyyat planımız olur. Əməliyyatlar da çox iri həcmli əməliyyatlar deyil, kiçik həcmli və qısa müddətli əməliyyatlardır. Bu əməliyyat sırasında uşaqlıq boyunun lezyon olan nahiyəsini də içərisinə alan uşaqlıq boyunu nahiyəsini əməliyyat yolu ilə, cərrahi yolla çıxarırıq. Bu çıxardığımız material yenə də analizə göndərilir histopatoloji müayinəyə. Histopatoloji müayinənin rəyinə görə izləmlərə və yaxud da daha sonra əməliyyat planı olacaqsa davam edirik. Bütün bunlar əslində qarışıq və uzun yol kimi görünsə də ağrısız prosedurlardır. Əməliyyatlar da qısadır və kiçik həcmlidir. Buna görə bu mərhələlərdə məqsəd xərçəngə çevrilmədən bu mərhələdə xəstəliyi aşkar eləmək, vaxtında müalicəsini etmək ki, xərçəngə çevrilməsin.